Kəsə, bugünkü mövzumuz readingdir. Reading tapşırıqlarının işlənmə qaydasından danışacağıq ki, readinglər necə işləmə bilərik, niyə bu qədər səhvlərimiz olur, nələrə diqqət eləmirik. Bu barədə qısa bir videomuz olacaq. Qeyd götürün özünüz üçün və deyilən bütün qaydalara əməl eləməyə çalışın. Başlayaq. Bir də mən Topludan, Dövlət İmtahan Mərkəzinin özünün nəşr elədiyi Topludan bir hissəni əlavə eləmişəm ora. 9'ların toplusundan 76-cı mətndir, səhv eləmirəmsə əlavə elədiyim. O mətni əlavə eləmişəm, onun üzərindən izah edəcəm. Mən burada saatları, belə deyək, dəqiqələri təqribi yazmışam. Amma bu, yəni 5 aşağı 5 yuxarı dəyişə bilər də. Yəni burada bir qeyri-adi bir, yəni məsələn mən deyirəm ki, maksimum minimum 8 dəqiqəviz çəkərdi. Hətta maksimum 8 dəqiqəviz çəkərik. Yəni 8 dəqiqəyə bu mətnləri həll eləmək olur. Amma daha indi 45 dəqiqə zət vaxtınız almayacaq. 15 dəqiqə, 20 dəqiqə vaxtınız almamalıdır. Sadəcə çox diqqətlə qulaq asın. İlk öncə təməl qaydavız mütləq sual oxuyun. Mətni oxuyub suala qayıtmaq zaman itkisidir. Ən böyük səhv yanaşmalardan bir mətnini oxumaqdır. Bax, mətni oxuduq, bizim çəkdi 5 dəqiqəmiz. Sualları oxuyuruq, 1-2 dəqiqəmiz də belə getdi. Təzdən qaydırıq, mətndə yeni axtarmağa çalışırıq, təzdən qaydırıq suala, təzdən qaydırıq mətnə, təzdən qaydırıq suala. Gör nə qədər vaxtımız gedir, çaşqıdırırıq, nə edirik, aləm dəyər bir-birinə. İlk öncə birinci sualların hamısını oxuyuruq. Sualları oxuyuram, sualda bir açar söz olur, yəni əsas söz olur ki, məsələn, mən burada nə axtarıram? Mən burada çayı axtarıram, mən burada iqlimi axtarıram. Bu mətn üçün deyirəm. Mən indi qarşımıza çıxacaq mətnə görə deyirəm. Və yaxud da ki, mən burada hansı bir yazıçının əsərinin yazılma səbəbini axtarıram. Yəni bir açar sözümüz olur, səbəbi olur, nə bilim, kimin olduğu olur, harada keçirdiyi olur, bir açar söz olur. Birinci onu mütləq özünüz üçün qeyd edirsiniz. Dairə eləyirsiniz, test kağız sizin kağızınızdır da. Orada bir dənə onu işarə edirsiniz ki, mən bu söz axtarıram mətndən. Açar sözlərinizi eləyirsiniz. Bu da 30 saniyəvizi, 35 saniyəvizi alsın. Yəni bir qısa bir şeydir. Məqsəd yönlü mətn oxuyursunuz. Yəni nə edirsiniz? Biz axı sualları oxumuşuq, açar sözlərimizi bilirik. Tez bazar o mətndən açar sözü görən kimi qayıdıb o sualı həll edirik. Və bunda birbaşa cavabını verirsiniz. Bu da 2 dəqiqə vaxtınız qalır. 7-8 dəqiqəyə mətn alır. Heç bir çaşqınlıq da yoxdur. Hər şey aydın, qəşəng. İndi bu qaydalara görə biz bir dənə mətn işləyirik. Bu mətnimizdir. United States of America belə bir mətnimizdir. Bu da birinci sualı. Sual işləyəcəm. Birinci sualına baxıram. The passage is mainly about. Mətn nədən danışır? Birinciyə baxıram ki, one of the biggest countries, deməli, böyük ölkədən danışır. Birinci açar sözlərə həmişə fikir veririk. Climate-dir, iqlimdən, states-dir, ştatlarından danışır. Origins, Amerikaların mənbələrindən, yəni hansı mənşələrindən danışır. Oceanlardan da, okeanlardan danışır. Keçdik. Əsas fikir ya birinci, ya sonuncu cümlədə olur. Yəni, ya bir başda deyir ki, söhbət bundan gedir, ya da ən axırda nəticə də verir. Elə bir mən başı baxırım, birinci cümləmizi oxuyum. The United States of America is one of the largest country in the world. Elə mənim bu A bəndində yazmışdı ki, one of the biggest countries. Deməli ki, orada largest deyir, orada sinonim verib biggest. Deməli ki, hələ ki A bəndi mənim üçün düz görsənir. İlk cümlədə verib. Ona görə də A bəndi hələ ki düzdür. İndi digər variantlara baxırıq, niyə yanlışdır? Baxıram, climate verib. Mənim birinci cümləmdə climate-dan heç bir işim yoxdur. Bu getsin. States bir ştatdır. Mətndə, yəni nə birinci cümlədə, nə də ikinci cümlədə bir ştatlar haqqında bir şey görmürəm. United States-də bunun adıdır da, yəni orada ştatlardan danışmır. İki materikin adı budur. Origins'da yalnız sonuncu abzasımızda var. Baxın, though Americans are mainly European and African in origin, they are. Bir dəfə orada adı keçir ki, orada mənbədən söhbət gedir. Nə başda yazmayıblar. Əgər başda da biz originlə bağlı nəsə görsəydik, sonda da bir originlə bağlı nəsə görsəydik, bir tərəddüd eləyərdiniz. Bir dənə axırda origin yazıb, o da ki, yəni vəssən başqa heç yerdə də yoxdur origin sözü. Oceans'da bir dənə səhv eləmirəmsə Pacific Ocean adı keçir. Başqa da heç bir oceandan, Atlantic Ocean.
digər oceanlardan, okeanlardan danışmır. Demir ki, falan okean belədir, Feşman okean belədir, Sakit okean suyu belə idi, dərinliyi belə idi. Nə bilim, orada belə bir hadisələr baş verir. Yəni okeanların detallarına girmir. Sadəcə olaraq adını çəkir ki, bu okeanlar var. Ona görə də birinci cavabımız oldu A. Birinci cavabımız oldu A. O da elə ən birinci cümlədə verilib. One of the largest. Burada da bizim açar sözümüz large'dır. Burada da large dəyişib big edib. Oldu mu? Bu birinci sual. Yəni məncə bir aydın, çətin bir şey yoxdur. Amma yenə də nəsə bir çətinlik olsa yazıb soruşa bilərsiniz. İkinci sualımıza baxırıq. Yenə birinci suala baxıram. Correct answer. Həmişə bunu izləyirik. Bizdən düzgün cavab istəyir. Mətnə görə düzgün sualın cavabını istəyir. What kind of climate? Hələ ki mənim açar sözümün biri iqlim. Climate is there along the Pacific Ocean coast. Deməli, məndən soruşur ki, iqlimi sakit okean sahillərində, along the coast, sakit okean sahilində, bir də what kind of, hansı növdür? Deməli, mən burada sakit okeanın sahilində olan iqlimini axtarıram. Birinci mətni gözdən keçirirəm ki, baxayım indi bu climate, Pacific coast sözü olsun. Hələ ki sizlə ta keçirəm. Gözdən keçirdicide işarələməyə çalışacağım ki, bircə dəqiqə görüm. Aha, lazerlə eləyim. Buralardan keçdim. Hələ ki burada görmürəm. Mən axtarıram Pacific coast. Bax, heç birini oxumuram. Gözdən keçirirəm ancaq. Yəni siz də belə eləməlisiniz. Sürətli şəkildə gözdən keçirirəm. Okay, gəldim çatdım burada. Bax, Pacific coastda. Aha, aldıq qələmimizi əlimizə. Burada gördüm Pacific coast. Əla. Mənə də burada verib Pacific coast. Burada gördüm climate. Vəssalam. Climate'in növünə də baxıram. Yazır warmer. Qayıdıram cavablarıma baxıram. Cold winds blow. Mən bu cümlədə cold winds falan görmürəm. Gəl elə A geçsin. B-yə baxıram. Much warmer climate. Əla. Müşahidə is observed. Müşahidə olunur. Pasifik okeanın sahillərində. B bəndim. Düzgün cavabım olur. Davam edirəm. Coldest iqlim. Mən bu cümlədə onu görmürəm. Bu geçsin. Typhoons. Yenə əlimdəki cümlədə bu tayfunlardan söhbət getmədi. Subtropical climate. Subtropik iqlim. Yenə burada da ondan söhbət getmir. Düzgün cavabına görə oldu B bəndi. Mətndən də tapdım. Hər şey də yerindədir. Vəssalam. Üçüncü suala baxaq. Üçüncü sualda ilk öncə baxacağınız şey bax budur. Wrong. Əgər çaşırsınızsa dairəyə alın, üstündən qaralayın. Bunu belə yazmaq məcburiyyətində deyil də. Bəlkə yəni belə incorrect yaza bilər, wrong yaza bilmir, yazmaz, incorrect yazar. Və yaxud da belə hamısını eyni rənglə verər də, belə yəni tünd qabartmaz. Yəni heç kim onlara deyəməz ki, niyə qabartmamışdın? Yəni sən diqqətli yanaşmalısan, diqqətlə baxmalısan. Deyək ki, bu qabartılıq verilməyib, normaldır və yaxud mən özüm çaşdırıram. Mütləq təzədən özünüz bir də qaraldın, bir dairəyə alın, mütləq işarələyin ki, sizin üçün problem çıxartmasın. Keçdik yenə mövzuların üstündən keçməyə sürətli şəkildə. Baxın, bu bircə dəqiqə lazer donub. Aha. Deməli, birinci gələn cümlələri gözdən keçirir. Bax, burada bordered sözü var. Deməli, bordered, Kanada, Meksika and Russia. Mən də axtarıram mətndən ki, USA bordered sözü axtarıram. Bu arada bir də onu deyim. Məsələn, bordered yazmayıb, borderin sinonimlərində yaza bilər. Məsələn, boundary yaza bilər, sərhəd olaraq, edge yaza bilər. Nəsə bir şey, yəni sinonim də verə bilər. Yəni sərhədlə bağlı bir söz axtarıram mətndən. Gözümdə gəzdirəndə gələk, bax, gördüm bunu bordered. Yazıb ki, bordered Kanada, Meksika, amma Rusiyanın adını görmürəm. Deməli ki, birincimiz səhvdir. Çünki orada Rusiya sözü yoxdur. Davam edirəm ikinci cümləmdən. Oy, üzrlü sayın. Bircə dəqiqə. İkinci cümləmdən davam edirəm. Orada da deyir ki, mənə orada deyir ki, smallest. Smallest isə gəlin bir dənə mətndən baxaq. Smallest mətndə bu yerlərdə olmadı. Bayaq çünki dəfələrlə gözdən keçən söz sizə də rahat olacaq, yadınızda qalacaq. Məsələn, buradadır.
Alaska is the smallest yazıb, burada yazıb Alaska is the largest. Deməli ki, bu da səhvdir. Deməli ki, bu da səhvdir. Bir istəyirsiniz, mən bunları bir dənə tez işarələyim sizin üçün. Baxın, burada border hissəsi buradaydı. Kanada, Meksika. Alaska is the largest da buradadır. Bax, bu hissədədir. Bunlar mətndə var, amma variantlarda düzgün verməyiblər. İndi keçək üçüncüyə. The territory of the USA is the largest in the world. Elə birinci cümləyə baxın. Birinci cümlədə amma bizdə verir ki, is the one of the largest. Largest ən böyük deməkdir. One of the böyüklərdən biridir deməkdir. Yəni onların arasında incə də olsa bir fərq var. Bu səhvdir. Keçək 4-cü, 5-ci cümləmizi axtarmağa mütləq. Bitirdik, davam eləmirik. Demir, ya, da mən tapmışam, keçək. Yox. Davam eləyirik. Davam eləyirəm. Burada görürəm ki, tayfunlardan danışır. Mətndə də deməli o hissəyə baxacağam. Typhoons are usually brought hot winds blowing from the Gulf of Mexico. Keçdim. İqlimlə bağlı olan, təqribən həmişə yadınızda saxlayın. İqlimlə bağlı olan isə bu ikinci mətndə idi. İqlimlə bağlı olan tayfunları axtarıram. Gördüm ki, tayfunlar burada var. Tamam, bu bizim tayfunumuz. Bu isti havanın gəlməyi, hot winds gəldi. Gulf of Mexico'da var, gəldi. Deməli ki, bu hissəmiz düzdür. Dördüncümüz düzdür, dördləri silək variantlarımızdan. Keçdik sonuncu cümləmizə. Orada da bizə deyir ki, Alaska and Hawaii are separated from other states. Alaska ilə Hawaii digər ştatlardan ayrılıblar. Deməli, bizə ayrı olduqları lazımdır. Ayrı olmaq separateddir. Bax, indi bax, burada başlayır. İndi bir dənə bura baxın, diqqətlə baxın. Qoy bir dənə başqa rəng eləyim, seçilsin. Bura çox diqqətlə baxın. Baxın, separated ayrıdır. Not connected də ayrı deməkdir. İndi bir də baxaq. Alaska, Hawaii are not connected to other states. Alaska ilə Hawaii digər ştatlarla əlaqəli deyil. Əlaqəli deyilsə, deməli ayrıdır. 5 də düzdür. 5 də düzdür. 3 də gedir, cavab qalır C bəndi. Variantlarda 1, 2, 3 olsaydı onu götürərdik. Amma 1, 2, 3 yoxdur. 2, 3 var deyə bizim testimizin cavabı 2, 3 olacaq. Bir daha deyirəm, bax, bu testdə diqqətli olun. Bizdə mütləq imin buradakini yazacaq deyə bir şeyimiz, qaydamız yoxdur. Baxın, burada are separated vermişdi. Burada are not connected verdi. Burada bordered vermişdi. Burada boundary verə bilərdi sərhəd olaraq. Burada largest vermişdi, huge yaza bilərdi və yaxud biggest yaza bilərdi. Yəni, məhz onu yazacaq deyə bir şey yoxdur. Sinonimlə də istifadə edib verə bilərlər. Ona görə diqqətli olun. Sadəcə olaraq açar sözləriniz bizdə burada nədirsə, onu mətndən axtarıb tapmağa çalışın həmişə. Aha. America made up from deyir. Yenə qələmimizi götürək. Cümlədə bunu axtarmağa çalışaq. American made up, bu kimi sözləri axtarmağa çalışırıq. Getdik. Yenə American made up from. Gözdən keçirəm yenə. Bax, heç bir mətni bütöv oxumuram. Hələ ki, heç bir sualdan ötürü mən dayanıb mətni oxumamışam. Burada iqlimdir, bayaqdan baxmışıq, sürətli keçək. Aha, burada gördüm artıq, made up from. Gəlin, buranı işarə eləyək. They, yəni Americans, they are made up from nearly all races and nations. Belə bir cümləmiz var. Including Native Americans and Indians. Deməli, all races and nations. Hələ ki, elə variantlara baxanda A bəndində iminun sözü yazıb. Bəlkə sizi çaşdırar Y bəndi. Y bəndində isə deyir ki, Native Americans.
Burada ama tek Native Americans değil. Native Americans including eləyir. Bu işə daxildir. Amma tək Native Americans deyil. Ona görə də biz tək Native Americans olan cavabı götürə bilmərik. African ümumiyyətlə African, Indians, Europeans ayrı-ayrılıqda heç birinin adı yoxdur. Ona görə də bizim düzgün cavabımız olacaq A bəndi. Aha, keçdik 5-ci və sonuncu sualımıza. Bu sual tipi açıq sual. Açıq sual dediyim də, yəni variantları açıq şəkildədir. Yazıda heç bir şey yoxdur da, sadəcə bir neçə variant seçə bilirsiniz. Mətndə yenə mütləq işarə eləyəcəyimiz hissə var ki, correct istəyir. Mütləq həmişə bunu diqqət yetiririk ki, bizdən nə istəyir? Correct. Və bu testlərin hər bir variantını biz ayrı-ayrılıqda oxumalıyıq və hər birini ayrı-ayrılıqda cümlədə tapmalıyıq. Gəlin sürətli şəkildə yenə baxaq. Is connected, state of Alaska is connected to other. Biz bayaq bunu mətndən tapmışdıq. Bu hissələrdəydi hardasa. Aha, deyə buradadır. Alaska are not connected to other states. Burada verib. Amma burada deyir connected. Gəlin birinci cümlələri tapa ya da gəlin hər dəfə işarə eləyək. Deməli, bu səhvdir. Burada deyir connected, burada deyirsə connected olmayıb. Yəni burada mətndə deyir ki, bir əlaqəsi yox idi heç biri ilə. Amma birinci cümlədə deyir ki, əlaqəsi var. Ona görə bir səhvdir. Getdik ikinci cümləmizə. İkinci cümləmizdə deyir ki, the state of Hawaii is a group of islands. Adalar qrupudur. Baxın, o da buradadır. Gəlin, başqa rəng eləyim, rahat olsun. Hawaii change of islands. Deməli, bu düz olacaq. İkimiz düz olur. Üçüncüdə people, people all over the world have come to live in United States. Bütün dünyadan insanlar bura yaşamağa gəlirdi. O sonuncu cümlə var idi. Aha, biz burada bayaq tapdıq. Hani o? Mainly European, African in origin. They are made up nearly all races and nations. Yəni belə deyək də, burada da bütün müxtəlif millətlər, müxtəlif irqlər gəlirsə, deməli ki, burada təqribən müxtəlif, deməli ki, bura gəliş var ki, dünyanın hər yerindən bura gələn var ki, burada irqlər formalaşdırıblar da. Ona görə bizim üçüncü cümləmiz də düz olacaq. Davam edirik yenə. Üçüncü cümləni də qeyd elədik. Keçək dördüncü cümləmizə. Dördüncü cümləmizdə isə part of the United States touch 4 different oceans deyir. Baxaq. Gözdən keçirək burada. Bir dənə bax, burada var yazıb ki, the largest part of the country between Pacific and Atlantic Oceans. Pacific and Atlantic Oceans. Burada 2 dənəsini yazıb, amma burada deyir 4-ü ilə də əlaqəsi var. 4-ü ilə əlaqəsi yoxdur. Ona görə 4-cü cavabımız səhvdir. 5-cidə they are almost all type of the climate on the territory of the USA. Burada bütün iqlimlər var idi deyir. Baxaq, görək var idi mi deyə. Cümlədən tez-tez gözdən keçirək yenə. İqlimlə climate hissəsi ikinci abzasdadır. Artıq ikinci abzasdan axtarıram. All mountains, rainforest, climate. Beşinci cümləni gözdən keçiririk və indi mətndə demək olar ki, bütün iqlim növləri var idi bu ərazidə. Burada da deyir ki, there are all mountains, lakes, bütün rainforest in the USA. The climate varies greatly. Çox böyük ölçüdə deyir, dəyişirdi iqlim. Burada sonra deyir ki, coldest olurdu, sonra subtropical hot olurdu, hot winds olurdu, typhoons, warmer.
Demək olar ki, bütün iqlim formaları görünürdü. Ona görə 5-ci də düz olur. 4-cüsü isə səhv idi. İşarəsi düşməyib. Deməli, bizim düzgün cavablarımız oldu. 2, düz istəyirdi bizdən. 2, 3 və 5. Ümid edirəm ki, 5 sualın hər birinin işlənmə qaydasını rahatlıqla başa düşdünüz. Bağlı bu qədər. Qısa bir qeyd keçim. Sadəcə olaraq mütləq, əgər biz bu testləri işləyiriksə, testləri hər dəfə sistemli şəkildə düşünün. Mütləq diqqətli düşünün. Ən böyük səhvlərdən biri. Məsələn, hər hansı bir uşağın futbola marağı var, hər hansı bir uşağın tarixi abidələrə marağı var və yaxud tarixlə maraqlanır, ölkələrlə maraqlanır və yaxud da sadəcə dünya görüşü zəngin bir uşaqdır, hər şey haqqında geniş bir məlumata sahibdir. Mətndə əgər o şey haqqında yoxdursa və yaxud sən bildiyin əksi varsa, məsələn deyirəm, tutaq ki, hər hansı bir gül adı çəkib, nə bilim, Yasəmən ağacı, mən bilirəm ki, sentyabrda gül açacaq. Kitabda, mətndə yazılır ki, martda gül açdı, məsələn, ya iyunda gül açdı. Biz heç nə, kitabda o mövzuda, mətndə nə yazılıbsa ona əsasən edirik. Biz bildiyimiz bütün məlumatları unuduruq. Bizdə çünki sualımızın başlığında hamısında deyir ki, mətnə görə yazın. Mütləq diqqət edin onlilərə, one-off'lara. Təkcə bir dənə budursa, yenə fərqli bir cavab istəyir. Bir dənədirsə, yenə fərqli cavab yanaşma tələb edir. Bax, bayaqki testdə də var idi almost. Almost demək olar ki, hamısı deməkdir. Amma hamısı deyil ha. Yəni all-la almost all-un arasında fərq var. Almost all demək olar ki, hamısıdır. Yəni hamısı olmaya da bilər içində. Əksəriyyəti var deməkdir. All isə bütün hamısına aiddir. Yəni onların arasında bir incə bir fərq var. R not verir, A not verir cümlədə, şərtdə yazıb R-la biz onları mütləq fərqləndirməliyik. Biri inkarlıqdır, biri təsdiqdir. Mütləq müqayisə dərəcələri verir, fikir verməliyik. Yazır məsələn daha soyuq idi, o birisində yazıb istidir, daha soyuq, isti necə ola bilər? Bir-birinin antonimidir, sinonimidir. Bunları mütləq izləməliyik. Paraphrasingə fikir verməliyik. Şərtdə verir məsələn travel, variantların içində verib trip. Bu da yenə eyni mətnlə əlaqədir sualdır. Ona görə mütləq şəkildə diqqətli keçirin gözdən. Mütləq səhv düzləri işarələyin. Yadınız qarışdırırsınızsa ki, məndə şərtdə səhv istəyirdi. Səhv istəyib düzləri seçib yazmışam, olmasın deyə. Mütləq qaydın hər dəfə şərti diqqətlə oxuyun. Hər hansı da düz variantı istəyib keçməyin, imtahanda keçməyin. Hər dəfə qaydın eləyin. Normal evdə də test işləyəndə hər dəfə onları diqqətlə baxın ki, vərdişiniz olsun. Sonra dəfələrlə bunu elədikcə insanda vərdiş halını alacaq və bu problemlərlə qarşılaşmayacaqsınız. Təsəvvür edin ki, hər şey qəşəng bilirsiniz. Bir dənə səhv düz söhbətinə görə o boyda testiniz, bir dənə testiniz belə gedir. Niyə ki, biz orada bir baldan ötürü çalışırıq. Qalmışdı hələ. Bundan əlavə çoxlu təkrar eləməlisiniz. Yəni çoxlu mətn üzərində işləməlisiniz. Və həmişə vaxt qoyaraq işləyin. Məsələn, biz minimum 8 dəqiqə deyərək düşünmüşəm ki, 8 dəqiqə ərzində siz bu mətnləri bitirə bilərsiniz. Siz qoyun özünüzə, maksimum deyirəm özünüz üçün qoyun 10 dəqiqə və 10 dəqiqəyə yekunlaşdırmağa çalışın. Səhvlərə görə narahat olmayın. Vaxtla işləməyə öyrənin. Birinci sualları gözdən keçiririk, sonra açar sözləri qeyd edirik hər suala görə. Mətndə həmin sözü tapıb və cavabı qeyd edirəm. Baxın, görün nə qədər sürətli qutaracaqsınız. Və bitirdikdən sonra səhv sayı ola bilər, narahat olmayın. Təzədən bidon metodundan işləyin. Təzədən bir daha. Ən alternativ, ən rahat yollardan biri budur reading işləməyin. Və təkrar eyni üsulla gözdən keçirərək işləsəz heç bir səhviniz olmayacaq və vərdiş halını alacaqsınız. İndi isə kitabınızdan bir mətn seçin. Bu qaydaya görə həll eləyin və şərhlərdə yazın ki, mən neçə dənə düz yazdım bu qayda ilə işləyib. Görüşərik, rəylərinizi gözləyirəm.